Zərdablı kümçülərin nəticələri bu ildə yüksəkdir. İlk gündə 30-a yaxın təsərrüfatçı 1,5 tona yaxın yaş barama təhvil verib. Ötən il qram çox idi deyə 440 kilo götürdüyümüz halda bu il qram azdır. Ona görə 360-400 kilo nəzərimizdə var ki, bu civarda götürərik inşallah. Bu göstərici də yaxşıdır yəqin ki. Bəli. Məhsuldarlıq bu illəri 3,5, 4 üzərində olacağını fikirləşirəm. 65 qram qurd götürmüşdüm. Hardasa bugünkü gündə 150 kiloqrama təhvil vermişəm. Növbəti gündə də hardasa 50-60 kiloqram aparmağa nail olacağıq. İnşallah 65 qrama qarşı 210-220 kiloqram barama verməyə söz verdik. 50 qram götürmüşəm, məsələn 127 kilo verdiyim olub. Sonra 40 qram götürmüşəm, 110 kilo verdiyim olub. Yəni bir çox vaxtlarda başqa qramlar götürsəm də, başqa kiloqram formasında da təhvil vermişik bu baramanı. Kümçülər baramanın hər kiloqramı üçün 11 manat qazanır ki, bunun da 5 manatı tədarükçü, 6 manatı dövlət subsidiyası hesabına ödənilir. 650 qurdu, ipək qurdu toxumu fermerlərimizə, 228 fermerimizə paylanmış. Hal-hazırda bir ay müddətinə 228 fermer həmin deməli ipək qurdu toxumu zootexniki qaydada bəsləmiş və bugünkü gün barama məntəqəsinə fermerlərimiz barama təhvil vermiş. 2026-cı ildə hədəfimiz 30 tondur, amma biz 32 tona yaxın məhsul gözləyirik. Barama təhvili prosesinin iyunun sonuna dək yekunlaşacağı gözlənilir. Devran Cəliloğlu, Elnarə Həsənova, ASTV xəbər.